Sual 22. Hidratlaşmış X iyonunun yerində hansı iyonlar ola bilər? Dəyərli şagirdlər, siz burada nəyə diqqət edin? Baxın, dipolun müsbət nahiyələri X-a söykənib. Plus hissələri X-a söykənib. Deməli, X-in özü mənfi olmalıdır. Deməli, birinci ola bilməz, ikinci ola bilməz. Çünki onlar müsbət iyonlardır. Düzgün cavabımız olacaq 3 və 4-ün yer aldığı D variantı. Sual 24. Məhlulda hansı iyonun təsiri ilə lakmus kağızı qızarar? Dəqiq dostlar, lakmus kağızını qızardan iyon H müsbət və yaxud da H3O müsbət. Baxın, budur. Bu da turşularda deməli əmələ gəlir və lakmus kağızının qızarmasına səbəb olur. Yəni düzgün cavabımız Y variantı olacaq. Sual 26. Hansı duzu suda həll etdikdə turş mühit yaranar? Deməli, turş mühitin yaranması üçün belə bir şey lazımdır. Duz nədən ibarətdir? Duz ibarətdir metaldan və turşu qalığından. Dəyərli dostlar, əgər metal tərəf güclü olarsa, qələvi mühit yaranır. Yox, turşu tərəf qüvvətli turşunun qalığı olarsa, o zaman nə olur? Deməli, turş mühit yaranır. Əgər hər ikisi qüvvətlidirsə, neytral mühit yaranır və yaxud da hər ikisi zəifdirsə, neytral mühit yaranır. Deməli, əgər bizə turş mühit deyirsə, qüvvətli turşunun qalığı və zəif metalın özü olmalıdır. Düzgün cavablarımıza baxırıq. Dəyərli dostlar, burada kalsium və xlor hər ikisi qüvvətlidir, olmaz. Kalium karbonatda kalium qüvvətlidir, bu qələvi mühit yaradar, olmaz. Karbonat zəifdir deyə. Sonra gəlirik, natrium sulfiddə, deməli, natrium qüvvətli sulfid zəifdir, qələvi mühit yaradar. Həmçinin kalium 2S-də də kalium qüvvətli kükür zəif deyə qələvi mühit yaradır, amma C variantında maqnezium nisbətən zəif, NO3 isə qüvvətlidir. Yəni, turşu qalıq qüvvətlidir. Deməli, bu turş mühit yaradacaq. Çünki nitrat turşusu qüvvətli turşudur. Sual 28. Müsbət yüklü iyonları göstərin. Mən bir-bir bu iyonları sizin üçün yazacağım. Ammonim iyonu yazılır NH4 müsbət. Hidroksonium iyonu yazılır H3O müsbət. Sonra hidroortofosfat iyonu. Dəyərli dostlar, bu bir turşu qalığıdır. Turşu qalıqları hər zaman mənfi olarlar. Nə deyil? Hidroortofosfat. Yəni, bunun içində bir dənə hidrogen var və ortofosfatın, yəni PO4-ün hissəsi var. Normalda, baxın, H3PO4 adlı bir turşu var idi. İndi mən bundan 2 dənə hidrogen, yəni 2 dənə müsbət 1 çıxarmışam. Deməli, bunun özü mənfi 2 olub. Baxın, 2 dənə müsbət 1, müsbət 2 deməkdir. Deməli, bunun özü də mənfi 2 olub. Qısası bizə əgər müsbət yükləri seçilirsə, düzgün cavabımız 1 və 2, yəni nə olacaq? Y variantı olacaq. Sual 30. Ortofosfat turşusunun elektrolitik dissosiasiya zamanı ikinci mərhələdə hansı iyon əmələ gələr? Dostlar, ortofosfat turşusu belə yazılır. H3PO4. Birinci mərhələ dissosiasiya zamanı nə baş verəcək? Birinci mərhələdə bundan bir dənə hidrogen çıxardaq, yəni H müsbət çıxardaq. Nə qalacaq? Qalacaq H2PO4. Baxın, bir dənə müsbət çıxarmışam deyə olacaq mənfi 1. 2 toplayanda cəbr-cəm 0 eləsin. İkinci mərhələdə nə baş verəcək? Həmən bu, deməli, mənfi 1 olan bu iyondan bir dənə də hidrogen katyonu çıxardıram. Nə baş verəcək onda? HPO4 2 mənfi alacaq. Niyə 2 mənfi dedim? Baxın, bununla bunu müqayisə edeyim bir dənə. Görəcəksiniz ki, H3PO4-dən HPO4-ə gələndə 2 dənə hidrogen çıxarılıb. Hər hidrogen də müsbət 1 deyə, bu nə olacaq? Deməli, 2 müsbətin tam-tamına 0 olması üçün bu da mənfi 2 olmalıdır. Üçüncü mərhələyə diqqət edək. Üçüncü mərhələdə də bir dənə də hidrogen katyonu çıxarsaq, nə baş verəcək? O zaman olacaq PO4 3 mənfi. Çünki H3PO4-dən PO4-ü müqayisə edəndə 3 dənə hidrogen itirmiş olacaq. Yəni, bizə əgər deyir, ikinci mərhələ deyirsə, ikinci mərhələdən əmələ gələn də olacaq HPO4 2 mənfi, yəni Y variantı. Sual 32. Hansı maddə yalnız bir mərhələdə dissosiasiya edir? Düzgün cavabımız olacaq B variantı. Niyə? Dostlar, normal duzlar, 2 qat duzlar və yaxud da qarışıq duzlar bir mərhələdə dissosiasiya edir. Bu maddədə kalium 2SO4-də birbaşa 2 dənə kalium müsbətə və bir dənə də SO4 2 mənfiyə dissosiasiya edir.
Sual 34. Hansı duz 2 mərhələdə dissosiasiya edir? Mən bu duzların formullarını yazıram. A variantındakı maddəmiz belədir. Kalsium xlorid, kalsium xlor 2. Dostlar, bu normal duzdur. Normal duzlar bir mərhələdə dissosiasiya edir. Ona görə bu variant olmadı. Keçirik B variantına. B variantındakı maddə nədir? Barium hidroksoxlorid. Baxın, barium hidroksoxlorid belədir. Barium OH xlor. Bu iki mərhələdə dissosiasiya edəcək. Necə olacaq? Birinci mərhələdə, yəni düzgün cavabımız elə budur. Birinci mərhələdə bu əsası duzdur. Özünü əsas kimi aparmağa çalışır. Amma buna xlor mane olur. Ona görə birinci xloru göndərir. Xlor mənfi. Yerdə qalır barium OH müsbət. Sonra həmən bu OH-dan da canını qurtarır. Yəni bir dənə OH gedir. Qalır barium 2 müsbət. Gördüyünüz kimi 1 və 2. 2 mərhələdə dissosiasiya elədi. Düzgün cavabımız B variantı. Sual 36. Hansı maddələrin 1 molu tam dissosiasiya etdikdə eyni sayda iyonlar əmələ gəlir? Birinci maddəni dissosiasiyaya uğradaq. Alüminium xlor 3. Dəyərli dostlar, bu bir dənə alüminiumdan 3 dənə də xlordan ibarətdir. Alüminium 3 müsbət iyonu və 3 dənə də xlor mənfi iyonu. Ümumilikdə gördüyünüz kimi 1 alüminium 3 xlor, yəni 4 mol iyon əmələ gəldi. İkinci maddəmizə baxırıq. İkinci maddəmizdə nə verilmiş? Alüminium sulfat. Alüminium 2SO4 3 dəfə. Dostlar, bu nədən ibarətdir? Bu 2 dənə alüminiumdan ibarətdir. Hansı ki 3 müsbət. Üstə gəlirəm, 3 dənə də SO4-dən ibarətdir. 2 mənfi. Bax, gördüyünüz kimi 2 dənə alüminium, 3 dənə də SO4. Yəni, cəmi 5 mol iyon var. Üçüncü maddəmizə diqqət edin. Üçüncü maddəmiz natrium sulfatdır. Natrium 2SO4. Burada da 2 dənə natrium və 1 dənə SO4 iyonu əmələ gəlir ki, gördüyünüz kimi ümumilikdə 3 mol iyon alınır. Nəhayət, dördüncü natrium 3PO4. Natrium 3PO4. Bu dissosiasiya edərsə, dəyərli dostlar, nə əmələ gələcək? Buradan əmələ gələcək 3 dənə natrium müsbət və 1 dənə PO4 3 mənfi. Ümumilikdə gördüyünüz kimi 4 mol iyon əmələ gəldi. Qısası, dəyərli dostlar, biz nə deyəcəyik? Deyəcəyik ki, eyni sayda iyon, yəni 4 mol iyon əmələ gəlib birinci və dördüncüdən. Yəni doğru cavabımız olacaq B variantı. Sual 38. Argentum iyonu ilə hansı iyonları təyin etmək olmaz? Dəyərli dostlar, belə bir şey var. Təyin etmək deyəndə, yəni argentum iyonu bunların hansı ilə çöküntü verməz başa düşüləcək. Çünki argentum iyonu əgər xlor iyonundan birləşərsə ağ çöküntü verir. Ümumiyyətlə, birinci ilə, ikinci ilə və dördüncü ilə çöküntü verir. Amma argentum NO3-dən çöküntü verə bilmir. Ümumiyyətlə, NO3-ün bütün duzları suda həll olandır. Ona görə düzgün cavabımız yalnız 3, yəni C variantı olacaq.